Allah buyurur ki, xeyri yayanlara gözləmədiyi yerdən qapı açacağım. El-Haq, Allah dedisə açacaq onlar, baxın. Siz xeyri yaymağa davam eləyin. Baxın, xeyri yaymağın özü xeyridir. Bəzən insanlar dua eləyir, Sevinç xanım. Mənə deyir ki, mən dua edirəm, Allah mənim duamı qəbul etmir. Deyirəm ki, qardaş, bacı, xanım, dua etməyin özü qəbul olunmuş duadır. Dua eləyən insansan, artıq nə istəyirsən? Dua eləyə bilmək özü böyük bir iş. Nimətdir. Dua nədir? Bir yaradan var. Mən acizəm deyir Allahım. Baxın, mən bura qədər gətirdim Allahım, mənə sən yardım elə. Allah insanın, Sevinç xanım, böyüməsini istəyir. Deyir ki, sənə verdiyim imkanları sona qədər istifadə elə. Əgər sənə yeni imkanlar, rezerv, limit açmaq lazım olsa, onu açacağım. Quran buyurur ki, ağıl artar və azalar. Vicdan böyüyər. Baxın, ağılın artması və azalması, vicdanın artması və azalması əməyə bağlıdır. İstifadə edərsənsə artar, getməzsən ölər.